Son hərbi insidentlərdən sonra Amerika Birləşmiş Ştatları və İran münasibətlərində diplomatik proses yenidən sürət qazanır. Sabah Dohada keçirilməsi planlanan görüş beynəlxalq gündəmin əsas mövzularından biridir. Son məlumatları New Yorkdan bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Nemət Tahiroğlu bizə çatdıracaq. Hər vaxtınız xeyir olsun Nemət, eşidirik sizi, buyurun. Hər vaxtınız xeyir. Amerika Birləşmiş Ştatları və İran arasında son insidentdən sonra ABŞ prezidenti Donald Trump İranla diplomatik təmasların növbəti mərhələsinə dair yeni açıqlama veribdir. Trump sosial hesabında paylaşdığı məlumatda bildirir ki, İran tərəfi görüş keçirilməsi təşəbbüsü ilə çıxış edib və ABŞ ilə İran nümayəndələri arasında növbəti danışıqların sabah Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılır. Trump'ın sözlərinə görə görüşün əsas məqsədi tərəflər arasında mövcud fikir ayrılıqlarının müzakirəsi və son günlər əldə olunmuş razılaşmaların icra mexanizmlərinin nəzərdən keçirilməsidir. Bu arada Ağ Evdə danışıqlarla bağlı bəzi detalları açıqlayıbdır. Ağ Evin mətbuat katibi Karoline Leavitt Fox News-a bildirib ki, ABŞ nümayəndə heyətinin tərkibində prezidentin yaxın şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff və Jared Kushner iştirak edəcəklər. Onların Dohada İran nümayəndələri ilə görüşlər keçirilməsi nəzərdə tutulur. Karoline Leavitt həmçinin son günlər ABŞ və İran arasında yaşanan gərginliyə də münasibət bildiribdir. O qeyd edib ki, Vaşinqton atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edir. Ağ Evin sözcüsü son günlər insidentlər zamanı kommersiya gəmilərinə hücumlar baş verdiyini bildirir və ABŞ bu hücumlara cavab tədbirləri gördüyünü qeyd edir. İndiki halda isə diqqətlər sabah Dohada keçirilməsi gözlənilən danışıqlara yönəlibdir. Görüşün baş tutacağı və tərəflərin hansı nəticələrə gələcəyi ilə bağlı daha aydın mənzərənin yaxın saatlarda formalaşacağı gözlənilir. ABŞ-dən bu saata çatdıracağım məlumatlar bunlar idi. Nemət, təşəkkür edirik.